söz vəzir. Bir də hamımızdan artıq xahiş edirəm. Allah Teala qonağı tapşırır. Qonağın ehtiramı böyükdür. Bizim özümüzkilə, xahiş edirəm bizim özümüzkilə. Danışacaq, hamımızı söz verəcək. Ancaq o məqam ki, var, məqamı əldən verir. Bizim məclisimizdə hal-hazırda Rəsul-i Xalq Artisti, Şural Komitəsinin sədri, demək olaraq ki, hamımızın əzizi, hamımızın istəyicisi, əlaqəsin mənim buna çox məhəbbətim vardır. Görkəmdə aktyorumuz Rasim Balay iştirak edir. Mən ona xahiş etmişəm, çox sağ olsun ki, mənim xahişimi yerə salmayayım. Bu öz bir böyük məhəbbətim, ona dəvət edən kimi, xahiş edən kimi ondan sevindi və dəvət qəbul edib gəlir. Mən sizdən artıq dərəcədə xahiş edirəm. Artıq dərəcədə. Bu film var ki, bu film özünü bilmək istəmir. Bu kinolardan danışında bəzi abam-adamdan qorxurlar. Elə şey yox. Olur şeylər var, bizim kinolardan öyrənmişik. Əlaqsız, mən aktyor indi Əl-Abbas Xəlqəti də bura gəlməliydi. Bəzi yoldaşlar və bunların işlərin əlavələr gələ bilmədilər. Mən əlaqsız, Rasim Balay mənim böyük məhəbbətim var. Hamımızın məhəbbətimiz var. Amma bir dənə bunu söz bilmək istəyirəm. Biz onu, bizə o Nesimini bizə qaytarır. Nesimini bizə satdırır. Həqiqətən mən özüm Nesimini istəyəməm, Nesimini oxuyamam. Amma o kinoyicən məndə əlamətlər əmələ gəlmiş. Mən Nesimini oxanından sonra belə yardımdan məndə əmələ gəldi ki, Nesiminin olduğu kimi istəyir surətində, istəyir görmüşündə, istəyir hərəkətində, istəyir onun nitqində, onun nitqi, Rasim Balay burada ifası, böyük bir həyat, bir dünya, mənəviyyat, saflıq, məhəbbətdir, hünərdir, zəfərdir. Biz həmişə mənim arzum olur ki, istəmişəm ki, Rasim Balay Nesimi şəklində görür, Babək şəklində görür, Beylək şəklində görür. Çünki onların istər-istəməz dizgiləri Rasim Balayevin bu deyir ki, insan görək bu şəkildə olsun ki, insanın böyücü ondadır ki, sənə baxanda, bu Peyğəmbərin kəlamına baxanda, insan bir adama baxanda öyle yadıma Allah düşsün, din düşsün, böyücüdür. Rasim Balayevin baxanda Nesimi düşür mənə, Babək düşür mənə, Beylək düşür mənə. Şimdi məhdum onlarda görəndə onu, bu özü profesionallıqdır. Mən onların işindən müdaxil. Əzən mən rollarını öyrəndim, bazı dilxor olur. Çünki bunun deməli çöhrəsində, həqiqətən də Nesimi məhdili var. Babək hünəri var, Beylək şəriyyəti vardır. Hətta mən gəl deyirəm, mənim reis deyim inşallah, bizim sözümüzü yerə salmaz. Bu Nesimidən bunu bir söz düşün. Mən sizi istəyir yadına salın, onun kimi necə deyir. Bəhtəcin şəhrində seyran eylərəm, mən sənin cismində heyran eylərəm, sırrını Adəmdə pünhan eylərəm, Adəmi həmsan eylərəm. Mən onun kimi deyə bilmərəm. Amma demək istəyəm ki, yadına salın ki, biz nə istəyirik? Baş edir. Bana var Bər Məhəmməd abi. Çox sağ olun, sağ olsun. Məni çox təriflədi. Onun az bir faizinə layiq olsam özü xoşbəxtlərdim. Yəqin ki, bu şəxsi olur. Kiminsə kimə bir məhəbbət olur. Mən çox şadam ki, bugünkü məclisə məni dəvət edədilər. Minnətdaram hamınıza. Mən doğrusu bu cür məclislərdə çox olmuşam, belə məclislər, gözəl məclislər olmuşam, amma bu böylüyündə yox, yəni kiçik bir həcmdə olmuşam. Mən səhərdən fikir verirəm, bir daha bizim iç dünyama gedən bir fikrə getdim ki, ya bu görünən böyük qüvvədir ki, bu sənətin qüdrətinə bax ki, burada məcburiyyət yoxdur, burada hər şey könüllüdür. Çünki biz şeirlərin xalq dəfn edən, özün hökumət dəfn edən çox şairlər görmüşük. Ancaq bu cürət görünür, görsənət nə qədər qüdrətlidir ki, heç bir tapşırıqsız, heç bir dövlət tərəfindən tapşırılmamış görürsən, insanlar könüllü
yəqin ki, sadaladığımız insanların biz yad edirik, böyük dini şəxsiyyətləri, imamları, Peyğəmbər gör, onların mənəvi gücünün ifadəsidir ki, bugün insanlar illər keçməsinə baxmayaraq sitayiş edirlər. Bu, əlbəttə, qüdrətin təntənəsidir, insan mənəviyyatının təntənəsidir. Bayaq, burada mən Qumru haqqında şəxsən çox məlumatım yoxdur, amma bu balaca uşaqlar oxuyanda mən gördüm ki, onu mən müəyyən yerlərdə eşitmişəm. Ancaq müəllifin kim olduğunu bilmişəm. Yəni, bilirsiniz ki, bir neçə illər din yasal olub. Mənə yanımdadır biz kənddə matəm saxlayardılar. Amma gizli, bəzən gəlib onu dağıdırdılar da. Və o matəmlərdə, həmin bu məqsiyələrdə və indi oxunanda məqsiyələrin ki, mən onları eşitmişəm. Amma müəllifi kim olub onu bilməmişəm. Allah ona rəhmət eləsin və elə sənətin qüdrəti odur ki, özü cismən ölüb gedir insanın mənəviyyatı. Bugün də onun mənəviyyatından, şehrindən biz işıq alırıq. Bayaq, Hacı Sultan dedi Nəsrimidən, valla mən o deyəndən sonra mən utanıram Nəsrimidən deməyə, çünki o qədər gözəl dedi ki, mən hələ Allah ona rəhmət eləsin Əli Fəhmiyə, çünki o ilk dəfə dinə, düzdür, dinə mən uşaq edim, çor-çoranə evdə inanırlar, mən onu şuurlu surətdə başa düşməyib elə, onlar elədiyinə mən inanmışam və bizi indi dinin qüdrəti o, biz onu anlayandan sonra adam ona məhəbbət bəsləyir. Yəni, çor-çoranə olanda o bilmirsən bu nə deyirlər. Amma çox şükürlər olsun ki, vaxt zaman keçdi, Quran tərcümə olurdu. Biz bildik, oxuduq, gördük ki, buradan var. Mən indi radioda oxuyuram onu, hər gün axşamı 2-10-da Quranın kəlamları mən oxuyuram və mən görürəm ki, orada kitabların şahı, dünyanın ən böyük kitabı. Yəni, biz şuurlu surətdə onu bilmirdik. İndi şükürlər olsun ki, onu oxuyuruq özümüz. Əli Fəhmi, məsələn, o vaxt mənə çox kömək elədi. Amma deyəm, Hacı Sultan da elə, əgər indi düz o çox cavandır, elə o, gəldi ki, ondan da məsləhət almaq olar. Bu günləri, bu böyük insanların adı çəkilir bu müqəddəs yerdən və görünür, bu da Allah Taala'nın bir işidir, qismətidir. Yəni, yadıqdadırsa, Nəsimi filmi o vaxt hökumətdən gəlmə, dindən, məcbur, yuxarıdan gəlmə bir şeylə Nəsiminə az qalırdılar ki, ateist eləsinlər. Amma hamı bilir ki, Nəsimi ən böyük dindar şairi bu. Dindar şairi bu. Amma çox şükürlər olsun ki, filmdə sən deyən o qədər haqq mənəm deyəndə o Allahın ən yaxın canlısı kimi deyildir ki, yəni inkar yox edir orada. Bunu mən uzun-uzadı demirəm, çünki mən biləm burada o qədər ağıllı Azərbaycan ədəbiyyatın məndən də yaxşı bilən adamlar var. Mən bilirəm ki, burada çox savadlı adamlardır. Ona görə şükürlər olsun ki, Nəsirini biz olduğu kimi tanıdıq. Yəni, yuxarıdan deyilən kimi, o vaxt ateizmin güclü, belə gücü olandaydı. Ona görə şükürlər olsun ki, o yolundan çox çıxmadı. Mən icazənizlə Nəsimizdən bir qəzəl oxuyaram və bu qəzəl ilə oxumaqla da mənim keçmişimə, böyük ulamalara, din xadimlərinə, şairlərimizə, onların bu gün ruhu şad olsun və onu elə bir qəzəllə bütün o cümlədən də bugün yubileyi keçirlər rəhmətli Qumrunun da ruhu şad olsun bu şeylə. İcazə verin onun bir qəzəlin hər Hacı Sultan onun yanında... Mən sizə öyrənmişəm, tələffüzü. İcazə versə onu oxuyarım. Buyurun, hoş.
Allahu Ekber ey sənem, hüsnünə heyran olmuşam. Qövs-ü güzettir daşların, yayına qurban olmuşam. Üzün bürür cennet gülü, boyun həqiqət sərdir. Eşqimdə mən bülbül kimi, aləmdə dəstan olmuşam. Kör məkandan keçmişəm, məna şərabını içmişəm, cananın özün görmüşəm, başdan ayaq can olmuşam. Sufi mənəm, safi mənəm, kafi mənəm, şafi mənəm, ərni mənəm, heyran mənəm, mən dərd ilə dərman olmuşam. Asi mənəm, fasik mənəm, zahid mənəm, mömin mənəm, kafir mənəm, mən külli insan olmuşam. Gəh çıxmışam, İsa kimi çərk üstündə oturmuşam. Gəh varmışam, Yusuf kimi ol mislə sultan olmuşam. Sərrat-ı bəhr-i qüdrətən, yaqut-i kân-i vəhdətən, indi gəlib nəsimiyəm,